Dedi ki, yox, biz onu eləyə bilmirik, bəs Richard götürür işə. Mən qayıtdım ki, Richard Alman, xeyr ola, Azərbaycanda o işə götürür. Dedim, nə olar? Richard müəllimə yaxınlaşdım, dedim, bəs belə-belə. Hələ heç məşqçi kimi yox, kurator kimi istəyirdim. Ki, bəs Richard müəllim, mən istəyirəm belə-elə. Dedi ki, valla mən heç kəsi tanımıram. Məsələn, mən nə bilim, Səidə Zudoda yaxşıdır, ya Zülfiyə yaxşıdır. Mənə deyirlər, Səidəni götür, Səidəni götürürəm, Zülfiyyəni götürürəm. Təqdimat vermək lazımdır. Təqdimatı bunlar verir. Mən təzdən yenə də yaxınlaşdım. Dedim, axı, bəs belə. Qayıtdı ki, hə, sən Zudo Akademiyasını keçməmsən. Yaxşı, mən keçməmişdimsə Zudoya. Dedim, axı, mən işləyirdim. Mən o birilər kimi işləyə-işləyə yalandan adımı müəllim yazdırıb, gəlib ikinci yerdən pul almağa, mən bir işi görürəmsə, burada mənim adım var. Mən onu mükəmməl və gözəlliyi ilə görməliyim. Çünki sabahsı günü deyəcəklər ki, bunu Zülfiyə görüb. O deyir, ala başına, kül başına da görmək istəmirəm. Necə o biri idmançılarımız idmandan ayrılandan sonra gəldi, həmən məşqçi oldular və məşqçilik eləyə-eləyə Judo Akademiyasını keçdilər. Həmin o fəndlərdir. Biri var ki, biz ona deyək ki, süpürmə, yəni yaxud da ki, badalaq içərdən, Yaponca oichigari deməlisən. Onun adlarını eləməklə, deməklə olmayacaq. Əsas odur. Amma maraqlı odur ki, gətirdikləri oğlan komandasını demirəm, qız komandası müəllimləri Azərbaycanda keçdi. Elə yaxşı müəllimlər idi. Niyə elə xaricdə keçib gəlməmişlər o akademiyanı? Elə orada keçərdilər də.